Kızlar, salam, sabahınız xeyir olsun. Necəsiz? Mən bugün sizinlə bir video paylaşmaq istəyirəm. Mənim bir 50 kiloluq boçkam var. Hamı məndən xahiş edib ki, yəni bəzi xanımlar var və bir-iki fanatım var. O fanatların içində Samirə xanım var. Və məndən xahiş edib ki, Mətanət, nə olar o boçkanı aç görək onun içində nədir? Və mən də xahişləri nəzərə alıb bugün bu boçkanı açmaq istəyirəm. Baxaq görək nə var burada. Burada qızlar göyəm, soğan, sarımsaqdır. Bir də acı biber atmışam. Əsas burada soğanlardır. Əgər soğan dəyibsə, xırt-xırt edirsə, demək bu turşu. Of, özüm deyirəm, ağzımda su yaxır. Sizin xətrinizə bir baxın bu soğana görək. Hansı dəyib, yəni balacasını götürüm. Götürə bilsəm, doldurmuşam. Baxın qızlar. Bu hələ lap qıpqırmızı olacaq. İndi mən bunu dişləyəcəm qızlar. Baxaq görək xırt-xırt eləyir. Həyat qızlar. Bunun dadını bilənlər bilir, hər yeməyin yanında gedir bu. Soğan elə bir ki, xiyar dadır da, bir bambaşqa tür bir priyatlı dadı var.